Turan Tovuzun futbolu çox darıxdırıcı, can sıxıcı, bezdiricidir. Xüsusən ilk hissədə meydanda sərgilənən futbol, əgər buna futbol demək mümkündürsə. Bax, Şamaxıya qarşı oynayırsan, çempionatın ən zəif klublarından biridir. Ən aşağı büdcəli klublarından biri, bəlkə də birincisidir. Və sən öz meydanında Şamaxıya qarşı arxada oturub rəqibi qarşılamağa çalışırsan. Sabaha, Qarabağa qarşı bu futbol meydanda sərgilənsə başa düşərəm. Neftçiyə, Zirəyə qarşı hardasa başa düşərəm. Amma sən çempionatın ən zəif komandalı, ən aşağı büdcəli komandasını qarşı və öz meydanında bu cür ancaq bir hissə arxadan oturub gözləmək, belə futbol olmur. Və bu futbol mümkün deyil. Mən inanmıram ki, kimsə bu futboldan zövq alsın və futbolu təqdir eləsin. Ona görə mən ötən ildən deyirəm ki, Qurbanberdiyə belə futbol oynayır və nəticə olacaqsa mövsümün sonunda ona heç nə deyən bilmirəm. Amma tək nəticə ilə də iş bitmir də. Hardasa bir balaca baxımlı stadionu dolduran azarkeşlərin də o ruhunu oxşayan futbol, yəni biraz topla oynayan, hücuma meyilli komanda sərgiləməlidir Turan Tovuz. Belə futbol sərgiləməlidir, amma çox təəssüflə qeyd edirəm ki, bu belə davam edəcək. Qurbanberdiyevlə baxımlı futbol mümkün deyil. Ümumiyyətlə, bunlar bir-birinə ziddi, antonimdir. Qurbanberdiyev və baxımlı futbol.